Salam əziz izləyicilərimiz, necəsiniz? Gördüyünüz kimi yeni bir 50.000 tonluq gölümüz qazılır. Bir tərəfdən qazılır, hal-hazırda bütün işlər davam etdirilir. Çox izləyicilər soruşur ki, məsələn, tonaj neçə tondur? 50.000 tondur, 60 hektar üçün nəzərdə tutulub. Hal-hazırda işlərimiz davam etdirilir. Görürsünüz, yerdə də çox daşlı olduğundan üstündən çıxan qara torpağı əlavə verib. Böyrlərində də daş olduğu kimi var. Böyrlər döyəşdikləndən sonra böyrlərindən sarı torpaq veriləcək ki, çəkilən material itkiyə verilməsin. Hal-hazırda da yolu izi hamısı düzəlir. İçindən çıxan torpağı da qırağa verəndə əziz göl qazdıran sahibkarlar. Bu qayda enli elə. Aşağısı 8 metr olsun üstü. 8 metrdən aşağı olanda su dolub, təzyiqi yavaş-yavaş uçurdur. Ona görə göl qazdırdan diqqətli olun. Kimin də göl qazdırmaqla bağlı, layihələrin hazırlanmasından bağlı, suvarma sisteminin çəkilməsindən bağlı nə sual olsa, biz tərəfdən bütün işlər təhlil verilir. Diqqətinizə görə də çox sağ olun.